Bağışlayan və mehriban Allahın adı ilə. Ya Peyğəmbər, Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? Bəli, o həmin o kəsdir ki, yetimi hiddətlə qovar və heç kimi yoxsulları yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildilər və ona etinasızdılar. Onlar riyakarlıq edər və ehtiyac olan şeyləri, borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından əsirgiyərlər. Yetimi qovmaq və fəqirə, miskinə, etinasız yanaşmaq, dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın, onların günahı daha böyükdür.